Salam dostlar. Siz Gənclər Hara Baxır podkastını izləyirsiniz. Burada real mövzular, real fikirlər var. Əgər sən də fərqli düşünən birisənsə, elə indi kanalı takib et və bu yolun bir parçası ol. Salam əziz izləyicilər. Dəyər TV-nin tərəfdaşlığı ilə Gənclər Hara Baxır podkastını izləyirsiniz. Qonağımız uzun illər İngiltərədə yaşamış professor Vahid Garusludur. Xoş gəlmisiniz Vahid bəy. Necəsiz? Çox sağ olasınız Emil yoldaş. Çox sevinirəm. Gerçəkdən şadam. Vətən Azərbaycandayam. Siz əziz gəncləri, siz və digər həmkarlarınızı çox şadam. Çox şadam buradayam. İnşallah gözəl söhbətimiz olacaq. Təşəkkür edirəm. Bakıya dünən çatmısınız yoxsa? Bəli, dünən səhər saat 5-də tam 4-də havalimanına çatdıq. Çox gəldim otelə. Biraz dincəldim, biraz işlərim yanında. Universitetlə işlərim vardı. İnşallah sabah da Allahın izni ilə qeyd edəcəyəm. Bəli. Siz həm də orada dərs deyirsiniz İngiltərədə eləmi professor olaraq? Mənim həyatım və karyeram elə maraqlı deyək də. İndi özümdən çox danışmasam da neçə yer işləyirəm paraleldə. Elə bu zamanla beləsinə gəlişdi. Yəni beləsinə özüm istəmirdim də, amma çox təbii şəkildə bəlkə hərdən zarafat edirəm dostlar. Deyirəm mən bir yerlə çalışmaqdan, yəni eyni zamanda neçə yerlə çalışırdım, fəaliyyət edirəm. Birindən sıxıldığımda məsələn, hətta mənim həyat yoldaşım məndə zarafat edir. Deyər, birinci gün bu şirkətə işlə, ikinci gün bu şirkətə. Elə indi bu kompüter və o iş təqvimi çıxardaram, özümə qoyaram məsələn 2 saat. İndi mən aslı Britaniya Birləşmiş Krallığın Queen University Belfast kraliçə rəhmətli ki var idi o xanım 2 il öncə getdi həyatından. Onun adını aslında onun böyük nənəsi qaliba oranı təhsil etmişdi. 180 il öncə o universitet çox köklüdür. Dünyanın top universiteti, yəni 200-ə top 200-ə gəlir dünyada. Orada full time mən professoram IT sahəsində, proqram təminatı. 3 il olar Azərbaycan vətənimizlə insan biz uzaqdan danışacağıq. Uzaq duranda vətəni daha sevir. Bu biraz elə insanın psixolojisində də bağlıdır. Mən də 3 il olar Azərbaycanla da uzaqdan işləyirəm, gəlib gedirəm. Siz demişkən ildə 2 dəfə, 3 dəfə, aslında geçən sən tam 3 dəfə gəldim. Bəzi zaman qısa gəldim, bəzi zaman 2 həftə qaldım. Burada Texniki Universitetdə fəxri, ingiliscə deyirlər dəvətli professor. Yəni rəsmi olaraq da part-time, yarım iştirak. Aslında dün deyirəm bəzi zaman çünki İstanbul Türkiyə türk dostlarımızla danışıram. Dünən deyirəm nətər. Dünən gecə saat 19-dan 21-ə mən 2 saat Astunun tələbələrinə onlayn dərs verdim. Hətta istirdim onu, yəni üz-üzə eləyəm də mən artıq buradayam da onlayna. Onda zalmal şey eləyəm bilmədik. Hə, gecə dünən 10-a qədər mən 3 saat dərs verdim. Elə 140 tələbəm var. PhD tələbələrin rəhbərliyini edirəm, magistr tələbələrini edirəm. Bir də ki, magistr tələbələrə necə tədqiqat eləyəcəklər. Dərsin adı odur, tədqiqat metodları. Necə tədqiqat, təbii ki, IT sahəsində, amma tədqiqatın da elə hər sahəyə getsin bənzərlikləri var. Bəs Bakıya gələndə gəzə bilirsinizmi buraları? Çox yaxşı gəldin orasın. Deyir elə bir ürəyim istəyir gəzəm, amma işte dünən məsələn gəzəcək sadəcə zaman nəzir tapdım. Saat 17:30-da işləm qutardı. O tərəfində 19-da başlayacaqdım. Universitetdən orada Cavid xiyabanıdır hə. Bəli. Elə Texniki parkı deyirsiz. Oradan içəri şəhərdə otelimə dedi yeriməyə başladım. Yolun yarısı yeriyərək getdim. Şəhidlər xiyabanına getdim. O yoldan getdim. Orada o meydanda otobus tapdım elədim. Bəli. Aslında biraz elə həm emosional Fəxri xiyabanının önündən keçdim. Orada bir qısa bir 5 dəqiqə içəri girdim bir. Dağüstü park tərəfə yəqin. Fəxri xiyabanında bəli. Elə bizim böyüklərimiz dünyasını dəyişən insanlara o nə deyirlər, İslamda Fatihə oxumaq, ürəyimizdə xatırlamaq ki, bu insanlar gəliblər bu vətənə, xidmət ediblər, bir şey yapıblar. Sonra da şəhidlər xiyabana gəldim. Orada da bir qısa olsa da bir ürəyimdən o şəhidlərimizi keçirdim. Fatihəsini oxudum ürəyimdə, sonra getdim. Yəni bu insanı çox dilə gətirməsi rahat deyil bu şeyin. İnsan ürəyi yəni yaxşı hiss edir. O cür. Dəyişim necədir? Son dəfə gəldiyinizdən bəri Bakıda vəziyyət necədir? Aslında
Çox, yəni fevralda gəlmişdim. Mən son dəfə fevralda az gəlmişdim, sonra noyabrda gəlmişdim, sonra ondan öncə avqust idi. Elə 2 aydan bir olur da indi gəlirəm. Bakı və Azərbaycan əslində keçən yay gələndə Gəncə və Şəkiyə, Qəbəliyə getdik. Bir həftə, yəni Bakıdan çıxdıq, bir tur elədik ailəmlə. Gözəldir. Yəni mən hər dəfə bura gələndə belə deyim də, əslində kitabın mövzusunda danışacağıq. Dünən mən sübh 3:34 civarları idi sübh o başlandan. Yetişdi uçağımız havalimanından Heydər Əliyev adına. O qapıdan ki çıxsan tam o filmlər kimi. Tam bunu mən açdım telefonumu. Aha. Film çəkdim. Yəni yer-yerlə yavaş-yavaş. Hətta şəxsi Instagramıma da atmışam. Çox açıqdır publikə, ailə üzvlərimizə. Nə dedim? 2 dəqiqəlik çəkdim, danışdım. Yəni yer-yerlə danışdım üstündən. Bakıya daxil olma tabii ki gözlərim dolmaq aşamasına, yəni şeyinə gəlirdi. Yəni nə qədər emosional, sevinc hissidir. Və doğulduğum şəhər Miyana, Cənub və Güney Azərbaycanda olduq. O Təbriz və Miyananın da iyini mən buradan alıram. Yəni onu havanın idi, ruhunu idi. Day o sizlər fəlsəfə uzmansınız. Mən də uzaqdan uzağa fəlsəfəyə maraqlanıram, amma fəlsəfə bildiyimiz indi şairlərimiz və mədəniyyətimizdəki şeylər var. İnsan dərinliyi da, ürəyin deyir, ürəyin səsinə qulaq ver. Ürəyin birdən dincəldi sözü. Bizdə ana dilimizdə indi havalimanında indi yazılar falanlar var. Xoş gəlir. İndi bizlər 25 sənədir İngilis dili ölkələrdə yaşayırıq. Ona görə ingilislərin bir sözü var. Mən çox ingiliscə danışmıyorum. Deyirlər the best of both worlds. Yəni iki dünyanın, elə iki dünyanın da yaxşılığını, yəni iki dünyanın da yəni yaşayırıq bizlər bütünlə, həm qərb, həm də burası. Siz neçə ildir Britaniyadasınız? Mən aslında əziz dostlar Marco Polo var idi bir dənə. Marco Polo. Aha. Dünyanı gəzmişdi. Bəli, səyahət etmiş. Mənim bacım var, Tehranda yaşayır. Aha. Mənə bir dəfə dedi Vahid Polo. Bənzətmə. Bilmirəm, gülməli nədir? Çox, yəni təbii ki yaşamaq olaraq 7 ölkədə yaşamışam mən ölkə. Kanada, başdan deyim, Güney Azərbaycanda da dünyaya gəldim. 2000-də çıxdım oradan. Sənə 2000. Tam 26 il əvvəl oldu. Gittim Kanadaya 14 il orada yaşadım. 2014-ə qədər. Kanadada, bəli. Vətəndaşlıq aldım, təhsil aldım, sonra təhsil verdim, yəni professor oldum. Yəni tələbə oldum, bir PhD-mi aldım. Fərqli şəhərdə 3-4 şəhər dəyişdim. Sonra Türkiyə sevdası, çünki Türkiyəndə elə iki millət, bir millət, iki dövlət. Oranda da mən vətən görürəm. Yəni Türkiyədə bəzi türk dostlar mənə deyirlər, sən bizdən daha çox türksən. Deyirlər bunu. Bəli. Əlan da zaten indi də çox güclü, zaten 3 gün sonra, 2 gün sonra gedirəm. Sabah gedirəm Türkiyəyə mən. Çox universitetlərlə orada mən Hacəttepe və Orta Doğu Texnik Universitetində professor oldum 5 il. Ankara'da, Türkiyədə oldum. Sonra 2017-də yəni həyat deyil, adam içində deyir, dəyişək də. Təbii ki bu dəyişmələrin indi hələ onun da haqqında bir kitab ya bir məqalə yazmaq planlayıram. İnsan nə üçün dəyişmək istəyir ölkəsini yeri? Təbii əlbəttə ki bəzi zaman finans, iqtisadi səbəblər, ya hər səbəblər yəni. Bəzi zaman ölkədə problem olur. Ya indi bildiyimiz qədər, yəni bu Orta Şərqin yəni misalları var zaten yanımızdakı ölkələrdə. 2017 getdik Lüksemburg adlı ölkə. Orada çox qısa vardı, amma rəsmi olaraq orada da 5 il yaşadım çünki iş izni aldım və iş yəni kartımız vardı. Orada yəni neçə sənə qala bilərdik də, sonra amma daha o təzə getmişdik, dedik yox, burada olmadı da. Aslında Hollandadan daha yaxşı təklif gəldi. Hollandaya 2 sənə keçdik, Niderlanda. Hollanda gözəl yer. Nəysə, bəlkə başqa zaman bu ölkələrin də müqayisəsi haqqında danışa bilərik. İnşallah. Hər ölkənin deyirlər, hər ölkənin pozitiv, negativ var. Yəni bu nəysə, mən çox ərəb ya başqa dil danışmıyorum. Bir dənə ərəb dilində kəlmə var. Mədinətul Fazilə. Mədinə-i Fazilə deyirlər. Bu nə demək? Mədinə o Ərəbistanda var, şəhər demək, Fazilə də yaxşı demək. Bəli, yaxşı şəhər. Aslında yaxşı da yoxdur, perfekt, yəni ən yaxşı şəhər. Elə bir cənnət kimi şəhər düşün. Mədinə Fazilə elə bir perfekt da, yəni nə deyirlər bizim dilimizdə, perfekt, yəni problemi olmayan bir yer, heç problem olmuyor. Əlanın əlası. O cür yerimiz yoxdur. Yəni dünyanı gəzənlər də bilir. Mən də az çox gəzmişəm.
2017-də Hollandaya keçdik, 2 il qaldıq. Səbəbini də deyə bilərəm. Ora gözəl yerdir. Tabii dil biraz onun öz lokal dillərini öyrənirsən falan. Tabii mənim problemim yox idi. Xanımım iş yerinə biraz iş tapmaq çətin oldu. Mən gördük o da dili bu öyrənə falan. Nəysə, biz də Britaniya İngilis dili getdik ora. Biz 2019-dan oradayıq. Oldu 7 il. Oranın da vətəndaşlığını aldıq da. İnşallah Allah sağlıq versin oradayıq. Qismət. Adınızın sonundakı Gəruslu ifadəsi doğulduğunuz yeri bildirir. İstəyərdim bu haqqda danışasınız ki, necə oldu ki, təxəllüs seçdiniz bunu? Çox hala. Aslında pasaportda Gərusi yazır, Gərusi. Biz fars dilində Nizami Gəncəvi. Bəli. Burada Aidlik bildirir bir növ. çox var. Yəni hətta Azərbaycanda bir söz məsələn Şirvani. Bəli, Məsələn, Seyid Əzim Şirvani. zaten əskidən Nizami Gəncəvi zaten. Gəncəvi zaten Gəncədən olan insan, Gəncəli deməkdir. Bəli. Mən təxəllüs deyirik biz. Təxəllüs yəni taxma ad, yəni ikinci ad. Mən Gəruslunu tabii mənə daha çox doğma gəlir. Gərus indi dostlar tabii ki, indi Azərbaycanda bizəm coğrafi dərslər yaxşı keçirilir. Bu Zəngəzur bizdən uzaq olmayan, Bəli. Qərbi Azərbaycan deyilir. İndi Ermənistan orası bir rayon, yəni rayonudur və bölgəsidir. Siyunik deyirlər, bir adlar eşitmişəm. Tabii tarix bilənlərimiz var, tarixdə yazılanlar var, bir gerçəklər var. Çoxuna daxil olmayaq. Olmamışam mən. Goris yazılır qaliba ora. Goris. İndi o dilşünaslar bilər də. Dil bir kəlmə olur, başqa yerə gedir, havası dəyişir. Gərus, Goris, Qarız. Bəli. Hətta Zəngəzur deyirəm. Kürdəmir şəhərimizin yanında bir kət var. Caris. Onda şəkli var. Yayda mən getdim, keçən yay. Dedim ki, o tabi oranı mən bilmirdim elə bir yerin olduğu. Bir dostumuz vardı, Qarabağ Universitetində, bir digər müəllim Xankəndidə. Mən onunla bir də video görüntülü danışırdım. Keçən il mən İngiltərədə idim. Əhməd bəy dedi, çox belə möhtərəm, ismini unutdum, çox belə incə axşınız. Mən dedi, Vəhət müəllim, soyadın belə dedi, bax. Deyir, Kürdəmirin yanında bir yer var, orada elə hamı sənin soyadına bənzər daşıyırlar falan. Dedim, hə, dedi, mən adını aldım, Google xəritədə çıxartdım, gəldim, getdim. Nəysə. Sözün qıssası, mənim dünya işindən dəyişən əcdadım, rəhmətli atalarım, deyərdilər ki, biz Qarabağdan köçmük. Yəni, Cənub Azərbaycan xəritəsinə baxsınız, Təbriz var, Ərdəbil var, Urmiya var, Miyana deyə bir şəhər var. Miyanə bəzi zaman yazıldı, amma o fars yazısı Miyanadır. O May imperatorluğu varmış, Maylar falan, May ana, o cür bir kəlmə, onda öz bir şey. Hə, bəzi bu Gəruslular köçürlər Miyana bölgəsinə. Bəli. Təbrizin üstündə bir kət var, onun da adı Gərusdur. Eləmi? Nə gözəl. Sonra Məşhəd. Bəli, şəhər. İndi İranın o futbol komandası, indi oynamır. Bir dənə əski milli komandasında soyadı Gərusi idi. O da o Məşhəddə köçən tayfadandır. Bəli. O cür bir 4-5 kənd mən baxmışam. Hətta Urmiyan yanında, yəni Ərdəbilin yanında. Hər kəs gedib o cür. O bizim ailə kökümüz. Bəli. Əsl yoldaş. Demək köklərinizə bağlı birisiz. Çox gözəl. Həqiqətən çox sevindiricidir. Bəs uzun illərdir xaricdə yaşayırsınız. Artıq 25 ildir öz doğulduğunuz bölgədən ayrı yaşayırsınız. Sizin içinizdə bu illər nəyi dəyişdi? İnsan həm yaşı keçərkən və əlbəttə ki, insanların bəzi bildiyimiz kimi, yəni ya qərar verirlər, ya nə təhər olur deyirlər, talihləri dilir ki, elə doğulduğu yerdə yaşayırlar. İndi sonunda məsələn deyək Kürdəmirdə olur, Kürdəmirdən Bakıya daşınır. Yəni ölkə içi o qədər böyük dəyişim deyil. Yəni sən Gəncədən Bakıya gəlsin, buradan oraya gəlsin. Ölkə içi. Daxil dəyişim, böyük dəyişim olmur ümumiyyətlə məsələn. Mən özüm zaten Miyanada olmuşdum. Miyandan Təbrizdə keçdim, 4 il lisemi oxudum. Təbrizdə Tehran getdim, Tehran Universitetində 4 il oxudum. O da çox böyük dəyişim olmur. 2000-də ki mən Kanadaya getdim, tabii əlbəttə ki daha gəncdim. 22 yaşım var idi. İndi 50-yə yaxına gəlmişəm. İnsanın içində, xaricdə və uzaqda yaşamaq bir dənə cümlə istəmişlədim. Adamdan adama dəyişir. İndi bilmirəm bu tərcüməsi də yaxşı olmur. Yəni bir adam ola bilər ki, bu dəyişim ya bu hissiyyat fərqli ola bilər. Bəli. Biraz ümumiləşdirmə düz olmur. Mən aslında ümumiləşdirmə Türkiyədə deyirlər
genəlləşdirmək mən biraz tərcüməndə indi bilmirəm. İndi hərdən ana dilimizi çox yəni ortada ya indi bir səviyyədə danışdığıma görə bəzi zaman bu elmi kəlmələr çünki belə deyim də bir gün də mən ana dilimizdə təhsil almamışam. Təbii ki, cənubda insanlarımız danışırlar, amma yazı və qrammatik və o yəni elmi də sonuçta sən. Bəli. Nəysə suala mən geri dönüm. İnsanın içində dəyişir. Çünki sən bu mu kimlik məsələmizə, ya tariximizə, ya çox fərqli görüşlərdən, baxışlardan baxdığımızda görüşlərin elə bir sən o mövzuya eşikdən baxdığında daha analitik təhlil eləyə bilirsən, eləməyə başlaya bilirsən. Çünki bu da psixolojidən gəlir. Yəni insan bir şeyin içində olanda ya onun qədrini bilmir, ya düzgün görə bilmir. Çünki içində sən elə bir suyun içindəsən də o bilmirsən. Elə hər şey sənə normal gəlir. Elə budur da, gördüyüm də budur, görmədiyim də budur. Kənardan baxmaq. Bir də fərqli yəni ölkə sistemi, fərqli kimlik sistemi görürsən, istər-istəməz qiyaslama. Elə bir belə deyək də bir dənə maşın nümunəsi biraz indi zarafatlı olaraq maşın. İndi fərqli markalarla işim yox. Fərqli bir dənə sən maşın var önündə. Sən onu da müqayisə eləməyə bir şeyin yoxdur. Baxırsan budur da. O zaman ki 2 dənə maşın oldu. Deyirsən hə bax onun təhəri daha yaxşıdır. O nə bilim şey içi daha yaxşıdır. Fərqli görə bilirsiniz. Bəli. Mən də indi ya pozitiv ya negativ 7 ölkədə yaşamışam. İşim yap çətin olur. Çünki 7-sini də bir-birindən istər-istəməz. Məsələn bir gündəlik həyatda ya indi pozitiv ya negativ təcrübə yaşayıram indi məsələn də indi çıxıram işə, işdə, gücdə. Deyirəm bax bu ölkə bu cür idi, o birisi o cür idi. Çünki orada o cür oldu. Bir də ki tabii ölkələrin indi ana yurt, ata yurt. Bəli. Bunun hesabı digər ölkələrdən fərqlidir. Yəni o emosional kökdür. Bunu da sizə dilə gətirəm. İndi insandan insana dəyişər. Bəzi insanlar köklərinə çox bağlı qalırlar. Bəli. Bəziləri qalmırlar. Bu da psixolojidir. Mən psixolojide bəzi zaman kitablar oxuyuram. Dediyim kimi heç zaman rəsmi təhsil almamışam. Orada fərqli modellər var. İnsan kişilik və personalite. Bir dənə MBTI var modeli. Nəysə bu 4 dənə alimin adı da MBTI yazılır. Onun modellərini mən hərdən şeylərəm. O cür mən burada cavabımı xülasələyim. Hər addımda və hər şəhərdəki yazmışam, dəyişmişəm və yaşamışam. Dünya görüşümü biraz dəyişib və hətta belə deyək, özümü şanslı hiss edirəm. Təbii ki, dəyişimdən çox elə hamısı, yəni özüm istək və qərar vermişəm ki, dəyişəm. Bəlkə belə deyək, həyat səni geriyə çevirsəydi, eyni yolu gedər miydin? Bəli, İndi bu Türkçə. Belə bir sual var şablon olaraq. Aferin, gedərdim. Yəni, təbii, əlbəttə bəzisini məsələn, yəni tez dəyişərdim, gec dəyişərdim, amma xoş gəlir. Adam məsələn, düzdür, çətinliyi var, deyərlər ya, çətinliyə sonra baxırsan, deyirsən, o çətinlik mənə təcrübə qazandırdı məsələn. Bəli. Çünki təcrübələr, mənə elə gəlir ki, təcrübə çox zaman elə çətinlik, çəkəndə təcrübəli olursan. Elə, deyirlər, xoş gündə çay içində də çay içməkdən təcrübə gəlməz. Gələ həyatın deyil, isti soğuğuna düşəsən, o cür dərs alırsın. Bəs özünüzə harda daha çox doğma hiss edirsiniz? Çox, bunun cavabı çətindir, amma elə tabii buna mən çox politikə başqa cəhətdən baxmayacağam. Da dünən o sözü ki, şəxsi Instagram hesabıma atmışdım videoda. Görürəm, havalimanına girəndə mən Təbrizim, yəni havasını aldım Bakıda. Yəni bu dəfə hər dəfə alıram. Bu dəfə orada zaten getməmişəm. Cənubanda 8-9 ildir getməmişəm. Burada mən yəni vətən kimin, əlbəttə ki, elə deyil, biraz elə ortada qalırsan bəzi zaman. Çünki bax, mənim də evim, full time işim və ailəm, yəni öz qurduğum ailəm, həyat yoldaşım və bir dənə uşağımız var. Biz Britaniyada, yəni böyük Birləşmiş Krallıqda yaşayırıq. Yəni bizim orada, yəni həyatımız, işimiz, yüzümüz oradadır full time, yəni əsas bazamız. Mən burada indi part time işləyirəm Azərbaycan. Amma bir tər oranı da sevirsən, tabii ora yəni doğulduğun yer deyil. Sonra adaptə olduğun yerdir. Və karyeramın əsası oradadır mənim. %90 oradadır karyeramın. Burada biraz elə vətənə bağlılıq üçün mən o karyeramın %10'unu buraya gətirdim.
Bəli. Çünki dedim o bəhanə olsun ya, yol olsun ki, mən elə gəlim gedim. Çünki mən eləyə bilərdim elə gələm burada gəzən gedim, amma indi həm gəlirəm, həm iş görürəm, həm də gəzirəm. Ona görə yüzdə yəni emosional və həm emosional, həm məntiq baxışından insan öz baxan ana dilimiz danışırıq. İnsan mən çox maraqlı müşahidələr mən edirəm, şəxsi müşahidələr. Yaş getdikcə mən də 20-25 il ingiliscəsini danışıram və yaxşı danışıram. Amma öz dilimi danışanda bilsən, bəlkə bəzi sözlərlə öz dilimi daha rahat deyə bilirəm. Alan məsələn kitab deyirəm, mən bu kitabın da ilk versiyasını ingiliscədə yazmışam, amma öz dilimizdə də yazıram indi ikinci şeyini. Aha. Bu dillərin də bir müqayisəsi var, amma nəysə mən sizin sualınıza onu xülasə edim ki, burada mən daha rahat özümü hiss edirəm. Nə gözəl, nə xoş. Sağ olasın. Bu yaxınlarda Britaniyada konfrans var idi, səhv etmirəmsə. Orada bizim təhsil naziri ilə görüşmüsünüz. İstəyərdim qısa da o haqqda danışasınız. Çox da əla. Əslində Təhsil Nazirliyimiz Emil müəllim və onun dəyərli heyəti 7-8 dənə əziz həmkarı Londrada bir dənə dünya, indi Bakıda bu günlər dünya şəhər salmaq şey keçirdi. O da dünyanın təhsil forumu imiş. Londradaydı. Mən Belfast şəhərindəyəm. O dünyada böyük tanınan Titanic gəmisinin yapıldığı yerində mən yaşayıram. Belfast şəhəri. Zamanında 100 sənə əvvəl dünyanın ən böyük gəmi qarma mərkəzlərindəndir. İndi çox da şeylər mücəssəmlər. İndi daha çox İskandinav ölkələr bu. Böyük gəmilər. O türklər deyilə dev gəmilər ki, 7000-dən çox şey, çox böyük. Sözün qıssası belə deyək. Mən çalışdığım universitet Kraliçə Universitesi ki, tərcüməsi Kraliçə olur, orijinal adı Queen Universitesi. Və Azərbaycan arasında biz əməkdaşlıq, ciddi əməkdaşlıq, yəni böyük miqyaslı əməkdaşlıq etməyə başlayırıq. Yəni planlanmışıq. 6-7 ay söhbətlər keçir. Emil bəy, dəyərli nazirimiz və heyəti gəldi bizim universitetə. Bir gün sabah sübdən axşama qədər görüşlərimiz oldu. Şəkilləri də aşağıda, bu videonun aşağıda yapışdıracağıq. İnşallah. Çox gözəl görüş idi. Mən hər iki tərəf, mən bu cür deyək də köprü qurmaq, tam, hətta onlara da elə həm ingiliscəsində dedim. Yəni ingiliscə tam eləsinə keçir, köprü qurmaq rolunu oynayıram. Yəni çünki hər iki ölkəni yaxşı tanıyıram, orada çalışıram, burada partdan çalışıram. Elə bir sadəcə dil məsələsi deyil indi ingiliscə, təbii ki ingiliscəsində danışırıq falan, amma o işin detalları, iş kültürü, bunlar nə düşünür, nə istəyir. İndi mən bütün detalları açıqlamıram, amma universitetlər arası ikili diploma olsun, tədqiqat işbirliyi olsun, hətta IT ekosistem işbirliyi, yəni Azərbaycanımızın IT-də inkişafına böyük töhfələr inşallah olacaqdır. Çox sağ olun ki, yəni ölkəmizə bu qədər dəyər verirsiniz, unutmursunuz. Siz hətta SİMA tətbiqinin əməkdaşlarına seminar verirsiniz, belə deyək. Bəli. Möhtərəm Azintelekom işləyənlərə buradan salam deyirəm. Baxsalar əgər bu videoya. Bilirəm ki, Azərbaycanda insanların aşağı yuxarı hər kəs bu dövlət və ya müqavilə imzalama sistemləri ilə şey olsa, bir statistika vardı. 5 milyondan çox vətəndaş Azərbaycanda tətbiqə endiribdi. 5 milyon. Bəli, bəli. Böyük ölkənin yarısı. Zaten qalanlarda bilsən uşaq, kiçik uşaqlardan da 10 yaşında uşaq oturub SİMA-nı endirməyəcək ki. Bəli, bəli. Bir şey müqavilələrin imzasından mən bilirəm ki, zəruridir qaliba. Məndə də var, özümdə də var. Orada çox dəyərli dostlarımız var. 2 ilə yaxındır və davam edir. Konsultasiya verirəm mən, məsləhətçi və subject matter expert da, yəni uzman olaraq, mütəxəssis olaraq IT səviyyəsində və sahəsində və daha spesifik proqram təminatı, test və keyfiyyət nəzarəti, təlimlər və konsultasiyalar verirəm və çox deyirəm, hamımız çox səmərəli və effektiv işbirliyi. Hətta orada da mən də daxiləm. Bir dənə də Londrada İngiltərə, yəni yerli İngiltərə şirkət də daxil olub. Çox qəşəng. Hədəfimiz deyirəm daha çox inkişafdır. Bəli, nə gözəl. Vahid bəy, bildiyimiz kimi fars dili həm də şeiriyyat, ədəbiyyat dilidir. Siz də orada böyümüsünüz. Cənab prezidentin ölkəmizə səfəri zamanı
çox gözəl bir şeir səsləndirmişdi. Hətta rezonansa səbəb olmuşdu Məhəmməd Hüseyn Şəhriyarın şeirini. Yəni sizin necə şeirə həvəsiniz varsa bir şeir eşidək sizdən. Mən rəhmətli Məhəmməd Hüseyn Behzət Təbrizi, orijinal adı onun Behzət Təbrizlidir. Behzət də gözəl kəlmələrdəndir. Aslında anlamını tam unutdum da məfhumunu. Həm ərəbcədir. İndi izləyicilər baxanlara mən deyim, əlbəttə ki mən %100 fars dilində yəni oxuyub, öyrənib şeylərini də yəni bizə baday ədəbiyyat, Səid olsun, Hafiz olsun, Fird olsun, onlar hamısını oxuduq. Zamanında bizdən çox çətin imtahanlar aldılar, yəni fars ədəbiyyatında. Ərəbcədə %60-70 bizdə var. Bizə Quran öyrətdilər. Quranı oxuyub %100 anlamasaq da, başa düşməsə də %60-70 hava, yəni bilirik nə deyir. Evet. Hətta biz amma ərəb dilində də bizi danışmasını da, yəni o mükalimə deyirlər. Nəysə. Azərbaycan şeirlər məsələsində bir dənə də parantez açacağam. Rəhmətli Şəhriyarın o Heydər Babaya salam ki, böyük şeirlərindən də aslında bir kitab məcmuası da o kitab. Hətta onun orijinal çap olmuşu sənə 92-də bilmirəm. Video görüşündə sizdən göstərdim yox. Mənim orada İngiltərədə kitab rafında var. 92-də o kitabın özüm Təbrizdən almışam. Ərəb ya fars alfabetində türk dilində yazıb. Yəni bizim dilimiz o alfabetdə. Sizdə bir zaman Sirilikdə yazılardı ya. Bəli. Hə. Bir də məsələn bunu deyəm. Şəhriyarın anadan olmuş o Heydər Baba həm bir dağ adıdır, həm də bir kənd adıdır. O kənd Oğuzcan, deyə sonra adı dəyişilmiş bir Bostanabad şəhər var. Təbrizlə Miyanan arasında. Yəni mən belə deyək, Şəhriyarın anadan olmuş kənd mənim şəhərimdən 70 kilometr uzaqdır. Yəni elə bir yaxın sayılarıq. Mən olmuşam, o kənddə olmuşam, o dağa da çıxmışam. Heydər Baba dağına da biz bir də getdik maşınla. Mən deyim, dedilər bu Heydər Baba dağıdır falan bir şey də var. O tablo da vardı. Şəhriyarın bura yazmışdı da o tarix idarəsi. Çıxdı dedim ki, mən bir çıxım da buranın bir havasını yaxşı alamayıb. Nəysə, oradaymış. O Xan Nənə zad deyir o kitabda. Xan Nənə o rəhmətli nənə, o Xan nənəsiymiş də, böyük nənəsi. İndi İlham Əliyev və cənab prezident Məsud Pezeşkiyan bunlar əlbəttə ki, ortaq ana dilimizi danışdılar və hamımız YouTube-da gördük. Bəli, çox qürurlandırdı. Qürurlandıq, səmimi görüşlərdir. Hətta bunu da görmüşdür deyəm. O görüş oldu. Ondan da bilmirəm, 6 ay, 1 il sonra sevdiyimiz Qarabağdan, mən Qarabağı bir ürəkdən sevərəm. Ya Laçın deyə Xankəndi, orada bir görüşlər. Orada prezident Rəcəb Tayyib Ərdoğan da gəlmişdi. 3 prezident bir-birindən yeriyirdilər. Bu cəmcir koridor var da, salon, zal. Film çəkir, gəlirlər, yeriyirdilər, gülə-gülə, əllərindən tuturlar. Üçü də elə həmən bir dili danışırlar. İndi Rəcəb bəy təbii ki, bəs Türkiyə türkçəsi tam videoda düşüb səsi. Prezident Əliyev deyir, Rəcəb bəy Məsud bəyə kiçik addan istifadə edir. Məsud bəyə deyirəm ki, bura sənin elə öz vətənindir. Bunu elə bu cürdə, elə bu dildə deyir. Üçü də sonra gülürlər, yəni o ürək day, 3 bağlantı, o 3, yəni bu insanın səmimiyyətini sən gizlədə bilməzsən. Bax deyir, söz gələ ürəkdən çıxar. Bir yəni də gəlir. Farsların bir şeiri var. Ürəkdən çıxan söz ürəyə yatar, ürəyə oturar. Əgər müsaadəniz olsa, biraz elə bu kitabın mövzusuna keçmək. Bəli, buyurun. Mən izləyicilərə qısa bir özət verim ki, çatdırım ki, Vahid bəyin yeni bir kitabı nəşr olunub ingiliscə. Bu yaxınlarda hətta eşitdiyimə görə Azərbaycancası da nəşr olunacaq. Hal-hazırda o kitabın birini bizim üçün gətirib, təşəkkür edirəm. Kitabın adı 2 əsr ayrı qalmış bir xalqın kimliyi axtarışıdır. İstəyərdim elə bu haqda danışaq. Kitabda yer alan mövzular izləyicilər də bilsin, təqdim edək onlara. Çox sağ ol. Kitabı da beləsindən göstərəcəyəm. İndi əlbəttə ki, reklam amaçlı yoxdur, amma linkin dostlarda Amazon saytında bu nəşr olubdur. Nəysə, Azərbaycanda da bunun təqdimatını və burada da indi təhiyyə və satışını falan da söhbət edirik. Aslında dediyiniz ünvan, mən çox tərcümə şeyini girməyəcəyəm. Azərbaycan şimal və cənub, yəni eləsinə başlayır. Yəni aslında əsas başlıq odur. Bu 2 əsr ayrı. Bax, aslında belə deyim. Bir millət 2 əsr ayrılıq, 2 sistem
iki fərqli sistem içində, yəni bu 200 ildə yaşamaları, böyümələri, dəyişmələri qismi assimilasiya, bu əlbəttə ki daha çox cənuba keçir. Biraz şimalda da assimilasyon zamanında olmuşdu. Və identity spektrumu, yəni kimlik neçə səviyyəli, onu da danışacağıq. Bu kitabı indi mən yazma hədəfimdən bir danışacağam, əgər istəsiniz. Bir dənə də ki, məsələn, niyə başda ingiliscə yazdım? Deyirlər, Azərbaycan kimliyini ingiliscədə mi yazaq, ya ana dilimizdə yazaq deyəcəyəm. İlk ingiliscədə yazdım. Çünki bu məsələ yəni dünyada gələ, daha çox gündəmə çıxa, danışıla. Yetərincə danışılmır və əgər danışılsa belə daha çox politikə yönümləşir, siyasətə gedir. Çünki deyirlər birləşmə yox, o gəlsin, bu getsin. O söhbətlər var. Mən politik və siyasətə bu kitabda olduqca uzaq tutmuşam. Əlbəttə ki, bəzi zaman söhbət gəlir politikə. Sonuçta biraz da özüm mühəndislik, IT bilirsiniz, mühəndislik sahəsi olduğu üçün beynim mənim hər şey, həyatı da mühəndislik kimi təhlil edirəm. Aslında bu yanlış bir yanaşmada olmur. Çünki zaten sosioloji, yəni sosial şünaslıq və bir çox sahələrdə də bu mühəndislik yanaşmaları istifadə etməyə başlayıb da artıq. Çünki sistem görüşlü deyirlər, sistemli analiz etsin. Bunu sistem, bunun girdiləri, input gələn, içəri gələnlər nədir, ondan çıxanlar nədir? Məsələn, necə düşünün? Bir uşaq böyüyür, yaxşı elə bir məhsuldur bu cür güzel. Biraz sən bunu deyəm. Məktəblər, ailəsi, toplum bunu böyüdür, yetişdirir, sonra gəlir, yekəlir və özü məsələn, nə deyirlər, məhsuldarlı, yəni öyrəndikləri və o kimliyi ki qurulubdur. Yəni həm də fənnində, ixtisasında, bir də o kimlik insanın içində yavaş-yavaş rol oynamaya başlayır. Nəysə, indi Azərbaycan dilində də versiyası sadəcə tərcümə deyil, daha dərinləşdirirəm onun içində. Bu günlər ki danışırıq, may ayının son günləri falan, ya iyun ayı 2026. İnşallah plan edirəm avqusta qədər falan bu, çünki sadəcə tərcümə deyil, yazır, yəni onu daha genişləndirirəm. İnşallah onu da Azərbaycanda həm nəşri və təqdim olunması da planlanır. Bir ki, çox dəyərli organizasyonla, dövlət organizasyonuna belə danışıqlar gedir. Niyə İndi bunu niyə yazmasına qərar verdiyim haqqında istəyirəm bir qısa məlumat verəm. Danışdıq, amma baxın belə deyək. 200 ildir o sərhəd aramıza çəkildi. Yəni aslında çəkildi ki, bir Araz çayı var idi. Araz çayı minlər ildir vardı. Bildiyim qədərilə Türkiyənin dağlarından suyu, ora qar yağmaqlardan çıxır, gəlir, görür Xəzərə tökülür. Araz çayını çoxlarımız görmüşük. Mən də onun yanında yerimişəm. Əlimi də suya şeyləmişəm. Xəzərdə yüzmüşəm, çimmişəm. Bir sözü Astarada ikiyə bölündü. Astarada da mən çimmişəm suda. Astaraya gedənlər bilir, çaydı. Ora Cənub Astara şəhəri, bir də Şimal Astara şəhəri. Astara da ikiyə bölündü. Nəysə, Culfa da ikiyə bölündü. Culfa da iki dənə var. Culfanın da mən yanında olmuşam. Baxırdıqsa o Naxçıvan tərəfinin Culfadan da səlamlaşırdıq da. Elə uca çağırsaydın eşidərdi. Yaxın idi. 20 metr, 30 metr. Bunları mən o zaman lisədə, sənə 93-də mən, sonra 96, 2000-lərdə də olsun, çox. Sonra biz bir maşınla gəldik, Astaradan keçdik usta. Nəysə, Şimal haqqında, əlbəttə şimdi sevdiyimiz müstəqil Azərbaycanda kimlik haqqında, sosioloji haqqında kitablar yazılır. Alimlərimiz var, yazırlar. Cənubda biraz kompleksli durum, bilirsiniz. Yəni, başqa bir ölkədir, Azərbaycanlar başqa bir sistemin içində yaşayırlar, özlərinə kimlik haqqında, sosioloji arasında özgürlükləri yoxdur. Bunu bu həqiqəti gizlətmək də olmaz. Deyir, su kimin həqiqətdə, bunu bir həqiqət deyəsən da, indi şirin də otucaq deyəsən, acı da otucaq deyəsən. Öyle bir problem demeyeyim, bir məsələni düz, açıq aydın danışmadığın zaman düzgün təhlil eləyə bilməsən. Deyir, o ingilislərin bir sözü var, atasözü. Deyir, problem yarandı, xalçanın altına gizlət.
Bizdə də deyir, xalçanın altından pul gizlət, bir şey gizlət. Görən olmaz. Hə, görən olmasın, afərin. Gizlətdiksə bu olmayacaq. İndi demirəm, bilələşmiş gizlədirlər insanlar, bilmir ki, o sənin işim yox. Mən son illər ən az 10 il olar. Mən Bakıya 2006-da ilk gəlmişdim. Ondan əvvəl də televizyondan, yəni musiqilərdən. Mən sənə 85-də atam rəhmətlik maşında Zeynəb xanımın, Allah ömür versin. Hələ də oxuyur. Çox istərəm indi konsertlərində burada gedən. O müğənnilərimizin mahnılarını dinləyən insanım. Sənə 82. Mən gözümü dedə, uşaq gözümü açandan biz Zeynəbidir, Şövkət Ələkbərova, bunlarla biz böyüdük. O zaman Sovet idi. Neyse. O müzik sevgisi. Mən bu gecə Filarmoniya mərkəzində muğam konsertini gedirəm. Vaxtım az olsa da hər dəfə Bakıya bir də bunu deyim, bir də eşidənlərimizə. Noyabrda mən geçən sənə 2025-ci noyabrda bir həftə gəldim Bakıya. 8 gün buradaydım. 8 günün 7 gecəsinə muğam konsert aldım. Belə bir şey, biraz tərs qəribə gəlir. 8 günün 7 günü mən ya muğam mərkəzindəydim, beynəlxalq mərkəzində, Filarmoniyada falan. Ay-tiket var da, burada reklam eləməyim də. İngiltərədən bulan biletlərini də aldım. Hər şey aldım, o hazır. Gəldim, getdim. Yəni sevirəm. Gedəndə ora başqa dünya gedirəm də. Yəni oradakı qarmond, tard, kamança. Bir də bildiyimiz Qarabağ şikəstəsini oxuyanda da İnsanın içindən qəribə bir hiss keçir, doğmalıq hissi. Bax, deyir mən aya da keçsəm də ay. Türklər bir usta deyir. O adlar var, Günay, Şənay. İndi mənim qızımın adı Elindir. Bunu da deyim. Şəxsidir amma danışaq da, deyir, danışaq. Milli adlar qoymusunuz övladlarınıza. Bəli, Elin də, Elova, Elin. Bəli. Hətta bu nə deyim də, indi Şimal Azərbaycanda həm elə bir oğlan adı da olur Elin, qız adı. Elə bir Elini həm cənubda sadəcə qıza istifadə olur. Maraqlı bir nüans var, sözünüzü də kəsirəm. Fikir verirsiniz əziz izləyicilər. Bizdə daha çox insanlar çalışır ki, öz övladlarına xarici adlar qoysun. Bir növ avropalaşmaq gedir bizdə daha çox. Amma Avropada yaşayan həm yerlilərimizdə isə tam əksinədir. Daha çox milli, öz kökünə bağlı adları öz övladlarına qoyurlar. Bəli. Hətta Britaniyanın neçə yerində bizim digər Azərbaycan dostlarımız var. Tam keçən həftə mən bir xanım var, o da Skotlandiyada, Şotlandiyada danışırdım. O da çox millətini, xalqını sevən, o da uşaq orada böyüdü. Tam elə bizim kimi, biraz uşaq daha bizim üçün böyüdü. Ondan hətta Aberdeen şəhəri var Skotlandiyada. Əziz dostumuzun bəlkə ismini gətirməyim də, amma orada məsələn böyük toplumları var. Buradan Azər çaylar falan çox şey gətirirlər falan, satırlar, dükan açacaqdır, mağaza. Nəysə. Söhbət harda idi söhbət? Söhbət o qədər maraqlı gedir ki, inanın mövzudan mövzuya atlayırıq biz də. Mən istəyirəm elə kitabın ən çox qəlbinizə toxunan hissəsindən danışasınız. Elə kitabda idi söhbət. Belə tutun. Hamı görsün, bəli. Bu kitab əlbəttə ki, dediyim kimi öz dilimizdə mən Emil bəylə təqdim etdim də imzası. Təşəkkür edirəm. İmzasını da müsaade üzrən deyir. Qoy kameralarda qeyd olsun. Mən elə ürəyimdən gəldi canlısına çəkəm. Bəli. İngiltərədən bizə şirniyyat da gətirmisiniz. Çox sağ olun, təşəkkür edirik. Xahiş edirəm. Ürəyimdən çəkir bu qələmi açam. Təqdim edirəm. Yazacağam və oxuyacağam. Bəli. Əziz dostum və qardaşım Emil bəyə. Bunu da yazacağım. İndi şeydən sonra, proqramdan sonra da yazacağım. Vətənimizə və xalqımıza verdiyiniz siz və dostlarınızın əməkləriniz üçün təşəkkür edirəm. Çox borcumuzdur. Sağ olasın. Yəni baxın, ırqçılıq olmaqdan söz getmir. Bəziləri var. Həm Avropada mən soydaşlarımızla danışmışam, həm Cənubda elə burada da olur. Bir də məsələn istər-istəməz heç soruşmasa da adamın o baxışından alınsan ki, bir də məsələn belə düşünür bax içində. Sən bizim kimliyimizi məsələn niyə çox məsələn böyüdüsən, ya çox məsələn kitab yazsın deyə kimliyimiz var da kitabını yazsın da olacaq, yazmasın da olacaq. O zaman deyək məsələn IT-də kitab yazsaq da olacaq, yazmasaq da olacaq. Bu o cərba. Yəni bir şeyi
kimliyi hamımız bilirik. Biri kimliyini qoruyur, biri kimliyini itirir. Yox, olur da olur. Adamın təkə dəyişir. Amma dayı artıq bizdən zamanı gəlib. İndi düzdür, biz texnoloji, süni intellekt zamanı, mən süni intellekt biraz az çox mütəxəssisiyəm, dayı, mənim də iş sahəmdir. Dostlara deyim, çox texnikara getməyim. Süni intellekti, mən o bir komandalardayım ki, biz süni intellektlərimizə özümüz təlim veririk. Bəlkə tərsə cəhət. Çünki insanlar süni intellekti istifadə edir, təlim vermirlər ki. Sən gedirsən o GPT-də başqası çox var. 100 dənə, 200 dənə süni intellekti motoru var, ya beyni var, ya süni beyni var, nə desək. Mənim təxəssüs sahəm süni intellekt. Elə bir, aslında biraz da çox geçməyim o şeyə. Süni intellekt insan kimi biraz düşünək. Uşağa necə təlim verirsən? İbtidai məktəbdə, universitetdə. Süni intellekt də həm hızlı öyrənən, həm də hızlı çalışan, həm də sürətli cavab verən bir şeydir. Tabii insandır. Nəysə, indi mənim işim biraz onu öz işlərimizdə, IT-də təlim verməkdir. Və sonra nə qədər düzgün təlim adı almasını yoxlamaqdır. Tələbələrin sən imtahan edirsən, nə bal verirsən? Süni intellektdə təlim verdin, heç qaranti yox düzgün öyrənibdir. Sən bu tələbəyə mən müəlliməm də. Dünən gecə Texniki Universitetimizdə mən akademik yazı və etika fənninin müəllimiyəm. 134 dənə, 35 dənə tələbəm var, magistr. Buradan orada salam deyirəm, əgər baxsalar. Salamlayırıq. Gənclərimiz. Tələbəyə dərs verirsən, sonra ya indi kağız imtahanıdır, ya sərbəst işdir, bir şey yazır. Sən onu qiymətləndirirsən, indi 100-dən 50 versən, 60 versən, bir şey versən. Süni intellekt olacaq, sən öyrədirsən, yəni dünyadan xaric, əstəğfurullah, Allah səviyyəsində bir şey deyil ki, bir şeydir ki, sənin düzgünü sən yanlış öyrə. Təbii ki, o biraz öyrəncədən fərqlidir. Sən düzgünü öyrəsin, o düzgünü öyrənər. Bu da bəlkə başqa podkastdır. Bəli. Yəni, kitaba dönək. Dönürük kitaba da. Bu əlimə tutsam da unutmaram da. Başqa söhbətə atılmaram da, özür diləyim. Mündərəcat cədvəlinə ki, mən bir hamısını oxumayacağam. Aha. Burada A, B, C, D, E var. Yaxşısı 5 dənə böyük hissə var. Toplamda 25, cəm 25 fəsil var. İndi birisində 3 fəsil, 5 fəsil falan. Bu kitabın əsas sözü nədir? Zaten əsas sözü də əlbəttə ki, bu şeydir. İki əsk ayrı qalmaq bizim kimliyimizin başına nə gətirib? Yəni, kimliyimizin necə təsir edib? Yəni, bu 200 ildə düzdür fərqli dövlətdə, yəni yuxarıda bilirsiniz də, məsələn, dövlətlər Sezar ya Tizar dövləti gəldi, çar deyirsiniz də. Mən ingilisdə deyirlər Tizar. Onlar gəldi, Sovyet gəldi, müstəqillik gəldi. Allah şükür ki, müstəqillik oldu burada. Cənubda Qacar dövləti, sonra Pəhləvi dövləti, sonra İslam Respublikası. Və Qacar dövləti nə idi? Türk dövləti, Azərbaycanlı idilər. Nasirəddin Şah Qacar, Müzəffərəddin Şah Qacar, Əhməd Şah Qacar. Tarix kitablarında adları var. Çoxları indi nə? Çox politika getməyəm, amma biraz bunu sizdən deyəm, ürəyimdən keçir. Mən Qacar devrini tabii demərəm, mən tarixçi, mütəxəssis deyirəm. İnsan deyərlər, kim olub olmadığını qəşəng görə və deyə. Mən tarixçi deyirəm. Tarixdən biraz işimi aşıracağım qədər bilirəm, yəni məlumatım var. Bəzi zamanda istəsəm, məsələn, hansı illərin falan ölkənin tarixini bilirəm, biraz qaynaqlarda, Wikipedia'da, kitablarda oxuyuram. Qacar zamanı Təbriz, nə deyirlər, Tehran paytaxt olub, amma o gənc şahlar ki, sırada gözləyirdilər, gəlsin Təbriz deyirlər, vəliəhd deyirlər də farsın. O cür bir, yəni, aslında Təbriz imiş dövlətin o qaynağı da, kökü, mənbəsi, yəni, açıq aydın. Nəysə, bu kitabda 1828-də, qoy Türkmençaydan danışım, ay yoldaş. Buyurun. Doğulduğum şəhər Miyana, indi deyəcəksiniz Miyana, Vəhət müəllim Miyana dünyanın mərkəzi elan edilir. O cür deyil, Miyana da 100.000 nüfusa sahibdir. İndi Azərbaycanda bilmirəm, Gəncə şəhəri daha böyük olar. 100.000 nəfərlik şəhər sayını hesab edirəm. Gözəl şəhərdir inşallah. Getməyənlər getsinlər, görsünlər. Buradan Badamdarda otururuq biz Bakıda. Buradan Ququ Xəyatiyə vursun 500 kilometr. Onlar olmaz. Anama o gün yox da yalan olmasın.
o fevralda gələndə zəng eləmişdim WhatsApp-ına. Anama deyirəm, ana, Miyanıya mən 500 kilometr civarı uzaqlıqdayam. Miyadan Tehrana da o da 500 kilometr. Aslında o tam sayısına baxdım. Buradan Miyanıya, Miyadan Tehrandan daha yaxındır. Bilirsən nə demək bu? Çox emosional olur. Yəni o qədər yaxın. Yəni düzdür, yolu biraz o biz gedənlər Astaraya götür. Ora dağlı. O bölgə sonra o tərəfə də keçir sınırı. Ərdəbildən Heyran Gədiyi var. Heyran Gədiyə salam göndərin buradan. O Cənub Astaradan Ərdəbilə yol dağlı belə çıxır. Çox da gözəl yerdir. Orada bir dənə kət var, fındıqlı. Mən orada olmuşam. Yolu yəni sən sürətli gedənməsən də dağlı yerdə sən 60 sürə bilərsən. Yəni uçanmasan 100-nə, 150. Nəysə. Gəldik oradan ora, coğrafiyada. Bəli. Bu kitabda çox qısa olaraq hər iki bu vətənimizin iki parçasında hər iki bölmənin, hissənin bu 200 ildə biraz tarix və dövlətini politikə girmədən, amma gerçəyi gerçək kimi görərək, bu həqiqətdə təkrar fars ya ərəb dilində bilməm hardan gəlir. Bir kəlmə var, deyirlər kitman. Mən burada dil öyrətməyim. Kitman bizim dilimizdə aslında orada danmaq. İnkar eləmək. Aferin, inkar da bənzər. Amma kitman belə şey, ağız dolduran belə kəlmədir, düzgün belə ədəbi kəlmədir. Onu da dedim. Yəni biz bir şey var, sən politik ajandın ola, biraz bir şey çöndərəsən, biraz dəyişəsən, havalı oryan bu yanlarsan. Bir də bəlkə də doğruda deyib bir şey ki, bəllidir də, onu hamı bilir. Yaxşı. Onu gözdən keçirmişəm. Sonra başlamışam Cənub Azərbaycanda. İndi bir yana barədə sözüm. Tabii Cənub Şimal çox bu kəlmə istifadə edir. Mən biraz daha çox güney-güzəyi sevirəm. Çünki biraz da o türk kökümüzdə türk kəlmələrə daha çox dönsək biz daha doğru olar. Çünki Cənub Şimal kəlməsi gəlmədən öncə bizdə güney-güney deyilmişdi. Atalarımız minlər il əvvəl. O kəlmə daha düzgün istifadə edir. Nəysə çox həssas məsələdir də. Cənubda kimliyin formalaşması. Çünki baxın 1928 ya 2 dənə savaş oldu da. Bir 18-də müahidə imzalandı, razılaşma iki dövlət zamanında. Bir də 1813-də o Gülüstan ili imzalandı. Gülüstanda Dərbənd falan olanlar verildi Çara. Türkmençay deyəcəkdim. Miyana şəhrinin üstü Türkmençay bir dənə indi biraz böyüyüb də o zaman kənd imiş. Miyananın üstündədir o kənd. Mən olmuşam. Buradan da oradakı olduğum, tabii qohumum yoxdur, amma yaxın dostlarım var. Orada alma bağları var, siz açıq dostlarım. Biz də burada gəzmişik, almalarından yemişik. Çox da belə abad yerdə yaşır, belə kənd təsərrüfatı. Meyvəçilik. Orada imzalanıb. Çünki bildiyim tarixə qədər Rus qoşunu gəlib, gedib Türkmençaya, hətta Zəncan Qəzvinə qədər eşitmişəm. Gedib, sonra deyirəm, təkrar dostlarım tarixdə baxarlar, tarixi çox fokus eləmirik. Sonra Qacar deyib, qardaşlar, mən təslim oluram o torpaqlara çıx get, məni bıraq. O da sonra da imzalaşmaya gördüm, Türkmençada adamları toplaşıb, şəkilli var, internetdə yazsınız. Burada qoymuşam, indi səhifəsində işim yox. Siz orada faktlar qoymusunuz. Fakt. Deyirəm, bunları niyə review edirəm? Review bağışlayın, gözdən keçirirəm. Mən, baxın, istər-istəməz bu biri, indi bilmirəm, belə deyək də, bizim soydaşımız, məsələn, Rusiyada yaşayanda, Rus dili qarşılayır, indi mən də İngilizcədə yaşamışam, amma gündəlik işimdə mən İngilizcə danışıram. Anlaşılandır, bəli, narahat olmayın. İndi səhifəsində tapamadım da, tam o müqavilənin imzasını mən scanning, yəni, internetdə var, yazın Türkmençə. Tabii onu ərəb alfabetində yazıblar. Bir tərəf farslı, bir tərəf Rus dili. Baxa bilərsiniz, mən onda bir baxdım. Altınal qədim zaman qurquşum deyərlər, qurquşumla imzalayıblar. Qurquşum evdir, dəmiri əriyərlər və sap hastalardır. Nəysə, oradan da mən görmüşdüm, yaxından görmüşəm onlarda. Qıssası, ayrıldıq. Ayrılıq mahnısı da bilsin. Mən uşaqdım, bu ayrılığa eşidərdim. Deyərdim, məsələn, Fərhad Leyli Məcnunun ayrılığına bənzir. Məsələn, ayrılığı, məsələn, insanın eşqinin, haqqının ayrılığında oxuyublar. Sonra gördüm, yox, o ayrılıq şarkısı insanla, yəni xanım bəylə, yəni o eşq deyir.
2 Azərbaycan aylığı üçün Məmməd Səlimi şairlərimizdən ki, rəhmətli Ərdəbilli şairdir. Əli Səlimi bağışlayın, Əli Səlimi. Aylığın şeirin deyən Əli Səlimidir, yanlış deməsəm. Və Azərbaycan aylığı, yəni insan sevgisinin aylığı deyil. Fikrindən gecələr yata bilmirəm. Çox insanlar mənim öz birbaşa ailəmdə bu ailə ayrılığı olmadı. Çünki biz Arazdan biraz uzaq, 300 kilometr saldıq aşağıda. Amma çox dostlarım var Ərdəbildə, Astorada, Cülfada, ya o digər şəhərlərdə. Xalalar bu yanda qaldı. Dayı oğlu bu yanda qaldı, xala qızı bu yanda qaldı. Çünki o çay Araz çayı sərhədlərdir. Araz çayı Kür çay var, nə çay var? Burada fərqli çaylar var da. Bir de çay o yanda mesela eyni vətəndə, bu yanda eyni vətəndə Həsrət körpüsü var, Xudafərin var. Xudafərin də fars kəlməsidir. Xudafərin yəni Allah yaratmış. Xuda Allah da afəridən də olur yaratmaq. Allah yaratmış, bilməm elə. O adı niyə veriblər? Allah elə hər şey yaratdı. Bir dənə köpründə insan düzəldi. Həsrət körpüsü amma daha düzgündür. Xudafərin kəlməsi biraz mənə əcnəbi gəlir, ay qardaşlar. Həsrət körpüsü. Olmamışam o körpünün yanında, şəkillərini çox görmüşəm, bu tür qədim. Gedəcəyəm inşallah, onu bir, nə deyərlər, o kərpiçlərində də bir əlimi sızıdadan, bir Araz sayında bir əlimi yaşladım, o gedəcəyəm inşallah. Güneydə Güneydə kimlik. Bir dənə indi yanlış analiz demeyeyim, yanlış düşüncə demeyeyim. İnsanlarımız demeyeyim, yəni şimaldan cənublulara baxanda bir dənə stereotip var yaxşı. Bu stereotip ingiliscə kəlmədir. Bizdə bilmirəm tərcümə olub ya olmayıb. Stereotip birisi də o kəlmə anlamı nə demək? Sən məsələn deyəsən Korəlilər belə adamdılar. Ya yaxşı, ya pis, ya məsələn nə söz düzdür. Deyəsən Almanlar məsələn təkrar bunu nümunə olaraq kəlməsini gözə almayın. Məsələn Almanlar çox şad insanlardır. Ya məsələn Fransalılar çox əsəbləşdirmiş insanlar. Bu tamamilə düzgün olmur. Hamıya aid edilmiş olur. Hətta sən Almaniyada bildiyin qədərlə 80 milyon insan yaşayır. Daha cür dəyişir. Hamı dəqiq ola bilməz. Ələn biz Azərbaycanda dostum bir tərz insandır. Mən də bir tərz dostlarımız. Hərə burada 10 milyon, 2 milyon insan var. Hərə düzdür. Deyə bilərsə ümumiyyətdə bu cürdür. O da tabii statistik və şeylər gedir, işim yox. Mən bu son 47 il, 48 yaş mənim ömrüm var. Aşağıda da yaşamışam. Olan görüşün üstə də görürəm. Üstə də daha 3 ildir gəlib gedirəm çox. İşləyirəm gündə online olsa da aşağı gedir. Görüşlər biraz stereotipdə qalıb. Həm aşağıdan yuxarı, həm üstdən aşağı. Bu kitabımın yəni hədəflərin birisi budur ki, bizim insanlarımızı bir-birinə daha yaxşı tanıtdırar. Nə cümlə dedim? İnsanlarımızı bir-birinə yaxşı tanıtdırayı. Əlan mən milliyyətçilik ırqçı ilə işim yox. Amma qulağıma gəlib biraz sadə kəlmə ilə deyim. Eşitmişəm də elə düz qabağımda indi biri deyib ya deməyib. Olur. Məsələn bir tipik Şimali Azərbaycanlı görüşmüşəm belədir bax. Deyir cənublular ya İran pərəstdirlər ya Azərbaycancılar. Məsələn Azərbaycan pərəst sevəndirlər. Tamam bu. Buna da nə deyirlər? Buna təkrar sosioloji deyirəm dostlar. Yəni çox uzun tədqiq eləməmişəm. Amma onu da elə siz demişkən özüm oxumaqla biraz sosioloji öyrənmişəm. Orada analitik modelləri var sosiolojilərin. Əlbəttə ki mən bakavlar falan almamışam. Mən 4-5 dənə sosioloji, ingilis o tələbələrin oxuduğu kitabları mən almışam, rafımda oxumuşam. Kitabları elə bir eləmisiniz. Self learning deyirlər ingiliscə. Yəni öz-özünə öyrənmə, öz öyrənmə, öz oxuma nəticə tərcümə edilir. Sonra buna ikili baxış deyirlər. İkili deyirlər də ağ-qara deyərsən Aha. Ağ-qaraya baxma, boz bax. Yəni ortasına da bax. Hər şey indi mən bura qoyuram da indi. Sən bir insanı bu cür desən, sən ya bura düşürsən, yerləşirsən. Mən deyirəm qardaş. Bakın, yeri gəlmişsən, təkrar çox elmə daxil olmayım. Rəhmətli soydaşımız Lütfizadədən danışım.
Rəhmətlinin məqbərəsi Uzaqdadərdə, Fəxri Xiyabanında. Bəli. Rəhmətlik diri olanda mən Kanadanın Waterloo şəhərində biləsiylə əl sıxışdırmışam. Sənə il 2002-də şəkli də var. Bəlkə onu da sizə göndərirəm, yapışdırırsınız. Biləsiylə ana dilimizi danışdım, mənə ingiliscə cavab dedi. Tabii güldü. Dedi, biraz zəif yəni danışa bilir falan. Bilirəm, Şimali Azərbaycan səyahəti olmuşmuş 90 neçələrdə şəkillər var. Fazilacik, fazi məntiqi. Fazi bilmirəm, bizim dildə tərcümə olub da. Unutdum kəlməni. Fazi məntiqi deyir ki, iki dənə şeyin arasında sən o cür baxmayacaqsın. Ortası da var, babacıba. Elə bir, ay qardaş, maşının içində benzin tökürsən də. Nə deməkdir? Empty full, EF yazır orada. Baxsız. Hər kəs maşını, o qədim maşında da indi daha digital yazır. Nəysə, boş dolu. O sonra boşaldıqca yavaş-yavaş gəlib birdən düşmüş aşağı. Ki, bu da odur. İndi hamımıza bəlkə deyirsiniz, hə, bu çox kompleksdir ki, bunu hamımız bilirik. Amma bilirik də bəzi zaman düzgün tətbiq etmirik. Nəysə, sözün qıssası. Mən cənub dostlarımızı, soydaşlarımızı bu 1-7 səviyyə arasında bölüm. Təbii ki, mən onları bölmürəm. İnsanlara sonra nə deyirəm? Deyirəm, qardaş, bura oxu. Bir dənə bir səhifə var burada. Bir dənə cədvəl var, tablo, table. Verirəm. Yəni ya məsələn bir indi hətta dostlarıma bəzisinə bunlar tabii çox dostluqsa danışdım və söhbət elədik. Hər kəs deyirəm özü yerləşdir. Görsən bu 1-dən 7-yə sən nə dərəcədə durursan. Mən özümü qoydum başda. Bu 7 biraz çox aşırı güclü türkçülükdür. İndi hələ Azərbaycanlılar türkcə bu mübahisədə bilirəm hələ. Tabii cənubda da bu çox mübahisə davam etmir, amma şimalda mən eşidirəm ki, hələ bu biz Azərbaycanlıq, türkük ya kimik, ilk hansıyıq, sonra hansıyıq kimi. Mənim öz görüşüm var. Mənim görüşümdə biz türkük. Türklər 7-8 şey yəni fərqli qolları var falan. Yəni işim yox. Mən özüm bir zaman çox emosional adımda açıq danışım da biraz aşırı türkçüydüm. Onun səbəbləri var. Sən niyə türkçüydün? Sən də anadan olduğundan mı türkçüydün? İnsan assimilyasiya altında olsa ya assimilə olur, ya özünü itirir. İndi özünü itirir bir ayrı anlamda var. Özündən olur. Bir dənə də kəlmə var. Kimlik dəyişir, bəli, əriyir bir növ kimlik. Valla bu kəlmələr biraz ağır da ola bilər də manqurtlaşma var. Demirəm ham nədir? Bilirsiniz bu Türkmənistan ya Qazaxıstanda bir manqurt filmi yapılmışdı. Çingiz Aytmatovun əsəri var. Bunlar hamısı baxın da danışılacaq bir şeydir. Bunlar danışılıb da indi sən akademik deməyim də bunlar biraz podcast, indi televizyon yayında zaten podcast televizyondur. Bu məsələlər cəhd danışılar. Xalqımız arasında danışılıb, məsələn bizdə zarafatlarda məsələn o dostumuz manqurtdur. Tamam biz insanlara ad yapışdırmaq istəmirik. Oturup burada mən oturam burada ona yapışdıran adını ad yapışdırmaq deyil, amma sosiolojide və kimlikdə gələk bilək bizim xalqımızın başına nə gəlir? Mütləq. Odur. Sözü qısaltmayım. İndi biz xalqımıza baxmalıyıq ki, bu o 1-7 arasında toplumumuz, yəni kollektiv olaraq biz bu tərəfdə mi gedirik, ya o tərəfdə mi gedirik? Məsələn, bir dənə də istəyirəm söz deyəm. Bu da ürəyimin dibindeydi deyərək deməsən darıxaram. Buyurun. Deməsən valla darıxaram. Deyir, yatanmaramsa ağırlıq elər. Desəm öldürərlər, deməsəm öldürəm. Belə bir kəlmə var. Hə, o da yaxşıdır. Allah təhlükədən hamısı şey saxlasın da. Amma mənim 4 dənə, biz 5 uşaq ailəmizdə, yəni anadan və mərhum atamdan doğulmaqdan. Allah saxlasın, biz də çox beynəlxalq ailəyik. Bazı qardaşlarımla işim yoxdur İtaliya ilə. Bu 5-inin birisi Amerikada yaşayır. Sağ olsun. Mən və bir dənə böyük bacım biz İngiltərədəydik, yaxşı 2 ölkə. Unutmayın. Bir qardaşım deyirəm də Təbrizdə qardaş deyirlər. Bakı ləhcəsində də var. Hə. Mən də bəzi zaman qardaş deyirəm, cömkələr. Bir qardaşım Təbrizdə, bir bacım da Tehranda olur. Bu 3 ölkədə yaşayırıq. Neçə şəhərdə işim yox. Hə. Bir dənə bu 5 uşağın deyirlər, sadə deyirlər. Arasında bir dənə mən biraz elə Azərbaycan kimliyimə fəxr eləmişəm.
Onlar da tabii ki əstəğfurullah danmırlar Azərbaycanlı olduqlarını. Dilimizi 5-4-də danışır. Amma ilk o desin sən hararısan, tezə İranlıyam. Mən indi təəssüf yaşad demirəm. Mən amma ilk İranlıyam demər. Yəni o mən ilk kimi yuxudan duranda ya uşaqlığımda da ağlaçanda mən bu muziyə, bu kültürə bağlı oldum. Ya deyir, öz əlimdə dəyir. Deyir, ürəyin hara çəkir, ora getdi, qardaş, açıq da deyirlər. Mən səni zorlamıram ki. Bax, belə deyirlər, 5 dənə qapıdır da yaxçı. Sən deyirlər, sən heç kəsin işi yox. Ürəyin. Qardaş, yeməkdən danışaq, bax, toyuq pişiriblər. İnək kebab bağışla, qoyun kebab, balıq kebab. Pişiriblər də, yemək də qoyub. Məsələn, o gedirsən, oteldə seçim deyirlər, self-servis deyirlər, nə deyirlər. Açıq bufe. Açıq bufe. Biri sənə də şey eləmir ki, gərək bundan yesən, o birisini əl Şəxsi seçim. Şəxsi seçim. Mənim ürəyim istəyir, Azərbaycanı sevmişəm, mənə bu birinci kimlikdir. Olub və olmaya davam edəcək. Ay qardaş, posta məndən işin olmasın. Sən də onun üstündən get. Mənim səndən işim yox. İranı sevsən sev, Əfqanistanı sevsən sev, Pakistanı sevsən sev, Türkiyə hər yer seçsən sev. Siz Azərbaycanı sev. Savaşmırıq ki. Sən mənə deyirlər mədəniyyət və demokrasi. Ailə içində də mədəniyyət var, dostun içində. Hər kəs öz yoluna, bir dənə cənabda söz var. Əli öz yoluna, Vəli də öz yoluna. Bir müəllif olaraq sizə bir sualım var. Bilirəm, kitabda çox mühüm mövzulara toxunmusunuz. Biz danışsaq, yəni sırf kitabdan ayrıca bir podkast çəkməli olacağıq. Çox mühüm mövzular var. Son olaraq sizə belə bir sual verim kitabla bağlı ki, 2 əsr ayrı qalan xalqın yenidən eyni kimliyə sahib olması sizcə nə dərəcədə realdır? Biz çox gözəl sualdır. Sualın özünü mən ləzzətini çəkdim ki, xoşluram. Biz praqmat düzdür hə. Bunu mən belə başlayım. Bunun əlbəttə ki, emosional boyutu var. Biz Azərbaycanlılar aslında sizlə də o gün WhatsApp-da danışdıq. Dünən gecədə mən bəzi dostlarımla danışdım. Hətta digər filosoflarımız da var Azərbaycanda. Sizin podkastın qonaqlar olublar. Çox dəyərli, hamısı hətta məndən də çox bu işi bilənlər var. Daha təcrübəli. Bizim xalqımız, yəni həm emosional boyutları, cəhətləri var. O da adamdan adamı dəyişir. Bir adam daha emosionaldır, bir adam daha təhlilçidir. Mən özümdə bir maraqlı bir dönüşüm düşlər deyirlər. Bir insan çox şey danışmayım özümdən razı kiməm, amma hərdən özümə müşahidə eləməyə başlayıram. Özümü də təhlil edirəm. Mən axşamlar, gecələr elə bu indi sosial media olsun, Instagram olsun, hərdən açaram. Mən çox muğam və musiqi səhifələrini follow edirəm. Onlar gələr, ürəyim dincələr. Mən yəni öz milli musiqimiz yəni burada, yəni konsert dinləyəndə da ürəyim deyirlər, yəni musiqi ruhun qidasıdır. Türklər deyirlər, yəni yeməyidir, yəni qidasıdır. Yemək ki, normal yeməkdə ki, yesən kebab, onu da yeməsən ruhunda deyirlər, vücudun ağarar da ruhun ölər. Olmur da odur. İndi o sözün başın şeyini unuttum. Yəni yenidən eyni kimliyə sahib olmaqla bağlı. Afər. Mən biraz deyir yollarda branch deyirlər ingiliscə, branch. Bir gedirəm o ağacın qolundan çıxıram. Bunu sadə dillə başlıq bilir bax. Məsələn, mən kökənli bir Güneydəyəm. Təbii ki, mən tipik Güneydəyəm. Çünki mən 26 ildir mən Avropada yaşayıram. Və biraz da öz kimliyimi təkrar kəşf etmişəm. Bir 2-3 dəfə təkrar kəşf etmişəm. Bir 2005-də məsələn kəşf edən, zannetdim %100 kəşf elədim. Sonra 2015 oldu, biraz da kəşf elədim. Bir də bu kitabı deyirlər yazarkən, yazmaqdan öncə də bir adamıdım, yazdıqdan sonra da biraz dəyişdim. Çünki yazarkən bir şeyi yazdığınızda daha yaxşı anlamaya başlayırsınız. Bunlar çox zaten akademik yazı fənni onun üçün də deyirəm. Bu iki xalqımız 20-30 milyon orada, 10-12 milyon burada. Hər əsrin özünün spektrumu var. Burada da, Şimalda da spektrum var. Birisi görürsən daha türkçülüyü sevir, birisi daha Azərbaycan normal sevir, birisi biraz Rus tərəfə yönümlüdür. Bunlarda biz suçlaymırıq. Hər kəs öz yurdu biri deyir, mən Rus dilini istəmirəm. Şəxs seçimdir, bəli. Bu iki xalqımız və bir də interaction deyirlər ingiliscədə, yəni danışmaq, paylaşılmaq. İndi əlbəttə ki, biraz
dünyada politik şeylər üçün tabii cənubdan şimala, yəni gedib gəlmə deməkimizdə, yəni rahat gedib gəlib insanların qaynaşması türkülündə az olur zaten indi biraz. Çox yəni biraz bilirəm cənubdan bizim əziz musiqi şeylərimiz gəlib burada oxuyublar yəni. Bəli. Hətta Çox sevilir burada musiqilər. Neçə hamısını yəni bilirsiniz. Sonra bilirəm şimalda olan musiqi müğənnilərimiz gedirlər cənubda həm konserlərdə, həm də toylarda çox. Bunlar şeydə görürük sosial mediada. Televizyonlara gəlirlər, proqramlara görürəm, danışırlar bunları. Çox. Bunu bir deyən də gənə zarafat. Bir dənə mahnı var deyə, gedib mamana demə. Aha. Toylarda oxundu. Trend olmuş. Üzərində trend oldu. Yəni əylənmək də əylənirkən mən də orada qulaq asdım, keyfi yapışdı, ürəyimə yapışdı. Sən zarafatla oxur da. Bəli. Yəni hamımız sonuçta bir zarafat da şeyimiz var. Yəni hər zaman ciddiyyət deyil ki. Bir deyib güləcəksən də. Yəni belə oxuyacaq olsan bir keyf edəcəksən. İndi bu iki xalqımızın belə deyək, mən çox da nə deyirlər, bir hərəkət lideri ya aktivist də deyiləm. Deyəm, gəlin hamımız hələ siyasi birləşmə yox. Gəlin kimliklərimizi də birləşdirək. Aha. Çünki kəndi xalqdan zorlanmazsan ki, 25 milyona səslənəsən televizyondan, yayında, xiyabandan, gəlin qardaş, gəlin siyasi yox, kimliklərimizi üstünən və üstüdə aşağı ilə kimliklərimizi hələ birləşdirməyə çalışır. Təbii bu prosesin getir. Zaman keçir. Keçəcək deyir. İndi bir nəfər hələ işim yoxdur. Bir nəfər nə qədər. Amma bu kitab hədəfi, yəni qaldırım. Bu kitab deyir ki, gəlin biz kimliklərimizin haqqında biraz danışaq. Çox nə? Mədəniyyətdə çox danışıq. Təhlil eləyək. Bəli. Podkastlarda, kurslarda, çıxışlarda, televizyonda nə cür? Deyək kimliklərimiz bu dinamik proseslərdən keçir və hələ də bu keçməyə davam edir. İnsanlarımıza sadəcə bu mesajı yetirək ki, özləri də kimlikləri haqqında düşünsələr, gənə də şəxsi seçimləri var, kimsə kimsəni məcbur etməyib. Sən gəl bu cür adam ol, o cür adam ol, hər kəs. Bəli. Və kimliyimizi amma belə bir kitab, indi mən reklam amaçlı hədəfi demirəm. Belə bir kitabın oxunmasını tövsiyə edirəm. Əlbəttə. Baxın, bu elmi kitab deyil, universitet kitabı da deyil. Bunu hətta ön söz deyək də, ön söz. Başlıqda bəli. Başlığı, bunun başlığı, ümumiyyətlə başlıq 1-2 səhifə olar. Mən biraz indi deyərlər bir başlığın uzun yazmışam, 7-8 səhifə. Çünki sözünün elə axışı o cür gəldi. Deyərlər ki, o cür gəldi, mən də yazdım. Qısaltmaq da istəmədim. Bunun elə oxusanız ön söz, yəni başlığında oxuyun. Orada yəni belə deyirəm, yəni deyəm bu elmi kitab deyil, akademisyenlər üçün yazılmayıb, tələb. Bu yəni ümum xalq. Hər kəs ki, kimliyini elə bir daha öz kimliyini istir daha çox bilə. Əlbəttə mən onu ingilis dilində yazdım, istirdim. Azərbaycanlı olmayanlar da hətta məsələn tutaq ki, mən sadəcə farsları ya İran digər xalqlarını şey eləmədim də bir ingilis dili oxuya bilər. Çünki ingilis dili biraz dünyanın da umumda ortaq dilinə çevrilib bu. Bəli. Elə bir sənsən bir şey yazasan ki, 8 milyard nəfər oxuya bilə, ya potansiyel oxuya bilə. Sən fransızda yazmısan ki, burada ingilis dili. Bəli, ortaq bir dildə yazmısınız. Deyir ya, o Sovyet Union'un SSR'nin ortaq dilidir ki, bu 15 respublika bir-birinə danışa. Ya İranda da farsça, İranda ən azı 5-6 fərqli dil və xalq var. Onların ortaq dili olaraq Sovyet kimi farsda o şeylə yaradıldı. Biraz yanlış olduğunu da mənim şəxsi inancımdır ki, o cür neçə dilli ölkədə bunu da deyim. Siz Sovyetin altında, yəni o sistemdə yaşadınız, burada çox yaxşı oldu ki, sizə biraz azadlıq verildi. Siz öz dilinizdə yazıb oxuya bilirdiniz. Sizin Elmlər Akademiyası, universitetlər, yəni öz dilinizdə, həm siz Sovet dilində, yəni Rus dilində öyrənirdiniz sistemini. Öz dilinizdə yazın. İranda təəssüflə bu olmayıb və hələ də olmur. Çox təəssüf. Politik olmasın, amma bu da üstündən çıxadım. Cənab Prezident Əliyev dedi buna. Baxın, YouTube-da ki, baxa bilərsiniz. İndi mən tam dəqiq o cümləni yetirə bilməsəm, amma anlamı bu idi. Ürəkdən bu Cənab Prezidentin baxışını mən sevirəm və sayğı göstərirəm ki, sağ olsun, o da zamanında o sözləri gətirib. Neçə dəfə bu mövzuda danışıb. İranda
ermənilərin sayı İranda yaşayan oranı yerli xalq olaraq yarım milyon belə olmur. Deyək 1 milyon ki, dəyər, 300 milyon deyilir rəqəmlər. Deyək 1 milyon daş çatlasın. Sizə deyirlər daş çatlasın. Daş çatlasın. Azərbaycanlıların da sayısını azaltmaya çalışırlar. Açıq aydın da Kəmran tam özündə desin ki, bu da yazılsın. Güneylilərin. Bizi gətirirlər 15 milyon, 12 milyon. Çoxuq. Rəqəmlərdən, statistikadan çox. İstatistikanı bağışla oynadırlar. Oynatmaq. Mən mühəndisəm yaxçı. Bizlər istatistika ilə böyümüşük. Bəli. Təhsilini almışam. Mən istatistika dərsini vermişəm. Deyir, indi kim istatistika öyrədəcək? İndi cənubda indi 20 milyon var. İşimə bəziləri gətirirlər 40 canan işim yox. Pardon, sözün gəldi. Dibini unuttum da. Hardan gəlirdim bunu deyim. Yəni ümumi kimlik məsələsinə toxunmuşduq ki, yəni iki əsr, yəni əsrlərdə ayrı qalan iki xalq, millət yenidən birgə ola bilərmi? Bu haqqda bilirəm sizin ürəyiniz doludur, uzun müddətdir xaricdə yaşayırsınız. Hə, bağışla. Əvvələ gəldim. Aha. Möhtərəm cənab prezident İlham Əliyev belə dedi. Görüşlərin birində, zannederəm bir konferans salonu idi Bakıda, Yarda. 2025-də, çox da uzaqda, 1 il öncə əvvəl deyib. Dedi ki, İranda 300 min erməni var, onların dilində. Mən görmüşəm, Təbrizdə adı ismini deyim, Cənub Şəhnaz xiyabanı. Mən o xiyaban bizdə caddiyə, küçəyə deməkdir. 4 il yaşamışam. Biri mənə Şəhnaz xiyabanı tanıyıram. Oranı mən 4 il su içmişəm o xiyabanı. Orada çox Təbrizdə yaşayan ermənilər də o bölgədə olurlar Təbrizdə. Kilsələri var. Sayğı deməyim işim yox. Orada məktəbləri də var. Amma Təbrizin %90, bilmirəm 95-i Təbrizin 2 milyondan çox nüfuzu var. 3 milyon nüfuzu var. Zarafat deyil ki, 3 milyon adam danışsan. Dil. Biri ana dilində təhsil almış. Bir nəfər. Bir şəxs. Amma Təbrizdə, İran hamısında 300 milyon erməni var. Təbrizdə onlar 50 min nəfər olardı. Çünki bilirəm, İsfahanda yaşayırlar, Tehranda erməni var, Şirazda var, o bölgələrdə. Bunu cənab prezident dedi, mən də deyirəm, politiklə işimiz yox. Baxın, insan haqqından danışırıq. Ələn, umumdünya şəhər salma etkinliyi, United Nations, Birləşmiş Millətlər. Aha. Baxın, Birləşmiş Millətlərin bir kələməsinə diqqət edin. Birləşmiş Millətlər. Düzdür, dünyada çox millətlər var. Birləşmiş, tabii hamısı birləşmir də. Deyirlər, gəlin biz insan, indi mənim adım var, Vahid. Vahid yəni bir. Deyirlər, gəlin bir Vahid olaq. Aha. Yəni, ən azı birimizə iş birliyi eləyək. Məsələn, şəhər düzəldirik, təcrübə paylaşaq ki, indi bu etkinliyin şeyi o idi. İndi insan haqlarının birinci qanunu mən oxumuşam, o ki, New York şəhərində yazılır. Hər insan öz dilində oxub, yazmaya haqqı var. Və hər dövlət bunu verməlidir. Bəli. Bu su kimi var. Elə bir sən bilirsən su içə. Bax suyu hava, oksigen gələn gedir içimizə. Bəli. Sözü nə deyirlər bitdiyi yer. Bunu nə deyirlər? Türkçə deyirlər. Pazarlaması yox. Hələ oturub biz danışaq görək sənə dilində yazacaqsan ya yazmayacaqsan. Heç bir danışın. Elə bir desən sən su sənə içəcəksən ya içməyəcəksən. Olur. Allah xalqımızın gələcəyini xeyir eləsin. Amin. Əlimizdən gələn belə aydınlatıcı deyim, maarifləndirici deyim, göz açıcı deyim. Bilirəm, kələmələr mən yeni kələmələr yaradıram. Göz açıcı, yəni gözlərimizi açaq. Bu arada yeri var, Güney Azərbaycan Milli Oyanış Hərəkatının da yad eləyim. Milli oyanış. Oyanış nə? Deyərlər, biri yatıbdır, bıraq yatsın. Bizim xalqımız gələk, bəzən oyanıblar. Mən fikrə oyanmışam biraz bu kimliyimiz haqqında. Kimliyim, yəni biri bu dünyaya gəlib kimliyini düz tanımadığına, deyir o qərblərim şeiri var. Deyir, gəldim, gördüm, getdim. Getdim Bülüstayana, hayatın bitiş nöqtəsi. Gəldim, kimliyimi tanımadım, getdiyim o bu deyəndə anlamsız həyat olur. Yəni deyirlər, biri gəldi də bağışla. Çiğ getdi. Yəni kimli və sahib çıxmadın.
dilivi, yəni dilivi danışsan da, dilivi yazacaqsan, musiqi dinləyəcəksən. Bilmirəm, bu həyat daha tamam olur eləsinə, dolu olur. Bəli. Eləsinə mən sözümü burada bağlayıram. Təşəkkür edirəm. Son olaraq bir sual da verim. Bilirəm vaxtınız azdır, 2 günlük gəlmisiniz. Çox sağ olun ki, bizə vaxt ayırdınız. Siz bir təhsil eksperti olaraq İngiltərənin təhsil sistemi ilə universitetlərdən təbii ki, söhbət gedir əsasən. Azərbaycanda olan təhsil sistemində nə kimi fərqlər görürsüz? Bəli. Əsasən bizdə nələrdə geridə qalmışıq? Bu mühüm bir məsələlərə istəyərdim toxunasınız sizdə. Bəli. Təkrar çox qısaca versəm, mən gerçəkçi olacağam, tabii çox kritik yorumlar, yəni mən kritikal da danışa bilərəm, amma kritikal düzgün kritik olmaqdan. Məsələn, biri var möhkəm, həddindən əlavə bir şey kritik eləyəsən, amma biri var o düz yerində kritik eləyəsən. Və özümüzdə aldatmayaq. Bir sistemin problemi var. Tabii ki, təhsildən danışım, başqa şey deyəm. Hər problem var, deyək problem var. Düşünürsən. Təkrar o xalça məsələsi. Xalça kimi gizlədək ki, heç kəs görməyək. Deyək, yox, hər şey gözəldir ya, hər şey. Bunu çox yeri var, əziz və dəyərli Azərbaycan Texnik Universitetində mən işləyirəm part-time. Oradakı həmkarlarım 5-6 çox yaxın həmkarım var. Oralardan da adını, yəni isimləri bu cür ümumi deyəm. Onlarla biz danışdıq. UK ya Qərbin təhsil sistemi bilirsiniz, indi dünyada qəbul eləyək eləməyək. Yəni də çox da eləyəcəksək, elmi biz Orta Doğulular, Orta Şərqlər. Əl-Xarəzmi, algoritm sözü var. Algoritm də kompüterin şeyi algoritmdən qurulub. Algoritm də Əl-Xarəzmidən gəlib. İndiki rəhmətli türkmüş, Xarəzm Şahyandan oradan gəlib. Orta Asiyadan indi işim yox. Tabii ki o zaman hamı ərəbcədə yazıb oxurmuş. İşim yox. Farabilər var, Əbu Əli Sinalar var. Yəni bizim bu torpaqlardan, hələ xalqından yanaşı olmayaraq riyaziyyatda burada çox şey. Yəni bu bölgədə tibb Əbu Əli Sina çox güclü həkimmiş. Bəli. Bunlar yaşadılar, kitabları o zaman çox. Arada işim yox, hətta da o da başqa bir podkast ya podkastlar ola bilər ki, arada niyə biz uçurum yaşadıq? İndi tarixdə ilk güclüydük bu bölgə, sonra elmdə geri qaldıq. Ya aktiv olmadıq, o daha doğrudur. Qərblər bizdə, budur bax, biz elmdə güclüydük, qərb elmdə zayıf idi. İndi 2000 illərə gələcək. Sonra biz zəifləməsək də biz hərəkət etmək, biz yatdıq, qaldıq, o cür deyim. Qaldıq yerimizdə, bunlar gəldi. Bizim elmimizdən öyrəndi, bizi geçdilər. Çünki dünyanın industrial revolution deyirlər də ki, sənaye devrimi inqilabı ki oldu. İngiltərədə ilk lokomotiv İngiltərədə yapıldı. 180 ya 200 ildən qabaq. Oradan başladı ki, motor, dizel, benzin yandırmaqla fosili enerji çıxdı. Bu çox böyük inqilab oldu. Elm daha genişlədi. İndi sualsız, sorgusuz qərb elmdə başda gedir. Adları bəlli. Avropa, Amerika, tabii ki Çində uzaq şərqidir. Şeylər deyirlər uzaq şərq. Japon və Çin. Çindən şimdi Japoniya qərbdə şərqin şərqidir. Amma o da elm bilislərdən bu kamera ki bir şey çəkir bizdə. Film. Markaları bilirsiniz də dinləyicilər. Televizyon, hər şey. Maşınların bilirsiniz də xiyabanda. Bəli. Bəzdə. İndi təhsil sistemi deyir, sözün o dibinə çatdırım. Bizim təhsilimiz inkişaf edir. Biraz onun inkişafının sürətini artırmalıyıq. Məncə biz bütöv indi təhsil sistemində olanlar, olmayanlar, daha olanlar əməklərini daha artdırmalıdırlar. Biz, hətta belə mən biraz həssas, emosional söz deyim, biz gənclərimizə hətta deyə bilən borcluyuq. Tabii ki bu borcluyuq öz əlimizdən çıxmadı. Yəni biz suç eləmədik ki borclu olduq. Tələbələrimiz indi Bakıda, Azərbaycan digər şəhərlərdə gözəl qanablar, universitetlər var, bilirik, hamısının adları var, gözəl universitetlərdə. Biz bunları əmanət aldıq. Sovet sistemindən də siz belə 91-də bunu aldınız. O sistemdən buraxıldı. Bunlar qaldı. Sizə sonra müstəqil oldu. İndi dedik, universitetə davam edək. İstər-istəməz biz
buranın təhsil sistemi Sovetdən köçdü. 200 il Sovetdə yaşadı. 170 il neçə il. İstər-istəməz demirəm qərbdən biz kop eləyək, o elə gözümüzü yumaq, qardaş, at gəlsin nəmlə var səndə. Amma gərək adaptasyon adın qoysan qoy. İnovasyon, yeniləşmə, müasirləşmə, nə qoysan qoy adı da. Biz qərb sistemindən biraz öyrənməliyik. Mən də öz bir fərd olaraq, yəni biraz bir rol oynayıram, biraz elə İngiltərədən bura, oradan bura körpü qoyuram, buradan ora, daha çox oradan bura. Biz bu təhsil, zaten burada adda geçmişdən Təhsil İnkişaf Forumu var və fondu var, veb-saytları var, tif.az. Dövlət qurumudular. Sağ olsun orada fəaliyyət edir. Mən də onların həmkarlıq edirəm. Təhsil İnkişaf Forumu. Orada biz inkişaf etməyə kollektiv olaraq çalışırıq. Maneələr var. Bunu çox dəyərli Təhsil Nazirliyimiz də, o da çox video müsahibələr edir. Maneələr əsasən nədən ibarətdir? Ən böyüyü insanların karakteri və beyinlərində dəyişməməzliyə, inersiya və müqavimət. Köhnə fikirlilik, yəni, eləmi? Köhnə fikirlilik. Aman köhnə fikirlilik səndən. Aman. Çox pisləmirəm, hə? Amma dostlarımız, olar ki, əziz dostumuz fəlsəfə dünyasında elə fəlsəfə olmayana da bilirlər. Biri deyir, qardaşım, mən da çox da negativ ya, təpki olmasın da cavab. Biri məsələn, indi Sovet zamanı işim yox ya. Bu zaman, o zaman, nə zaman təhsil alıbdır, tabii çox sayı ehtiramları vacibdir müəllimlərimiz. İndi biri ya istəyərək dəyişmək istəmir, ya istəməyərək dəyişmək istəmir, ya dəyişə bilmir. Təkrar psixolojiya gedir. Bir dənə də bir topar sözlər şeylər. Qərbilərin bir atasözü var. İndi tam unutdum ki, kim deyib. Mən qərbilərin də bu deyimləri ya sitatları çox oxuyaram, sevərəm də. Hətta bu kitabda hər fəsil və hər bölmə bir sitatla başlanır. Hətta ana dilində də, ana dilimizdə bir alt bölmələri də mən sitatla başlayıram. Ana dilimizdəki olan versiya ki, hazırlanır 180 dənə civarı alt bölümü var və hərəsinin bir sitat yəni olacaq. O sitat ki, istəyən budur. Ən başarılı. Bizim dilimizdə nə olur? Ən müvəffəqiyyətli. Toplumlar, icmalar, xalqlar və insanlar onlardır ki, dəyişikliklərə adaptə ola bilirlər. Sizə belə deyə bilərəm, Qərbin bəlkə fəlsəfəsi belə bu sözün üstündə qurulub. Biz hər sahədə, təhsildə, elmdə, teknolojidə, tabii ki, teknolojidə istər-istəməz dəyişirsən. Yeni telefonlar gəlir, yeni maşınlar gəlir, daha hamı deyir, hə, yeni telefon alaq, da alaq. Telefonu sən istifadə mi edirsən bir xalq olaraq ya telefonu yaradırsan. Baxın da sözün dibi ora çatır. Biz maşını istifadə edirik ki, araba, telefonla, teknoloji. Amma yaratmasına da sıfırdan yəni yeni telefon demirəm yaradaq. Yəni ən azı tabii ki, əlbəttə ki, ölkəmizdə indi proqram mühəndisləri var, yeni tətbiqlər yazsın, daha çox bütündür. Onunla demişkən də biraz daha çox dərinə getmək. O zaman bizim universitetlər indi IT sahəsində, indi mənim bax telefona baxıram çünki bu IT, mənim öz sahəm bunu yaradıb, bu telefon. Ya kimlik və sosiolojida biz söz sahibi var, güclü şeylərimiz. Sosiolojida da kimlik sahibi olmağımıza baxmasa, analitik bir səviyyədən baxmamız lazım. Baxırlar dostlar, orada da dünyada söz sahibi. Çox sağ olun Vahid bəy, gəldiniz. Söz yox, biz tam olaraq sizdən doymadıq. Hələ suallarımız qaldı vaxt məhdudiyyətinə görə. İnşallah gələcək zaman, səfərləriniz zamanı yeni bir podkastlarda sizi gözləyirik. Beləliklə əziz izləyicilər, podkastımızın sonuna gəldik, çatdıq. Ümid edirəm sizin üçün də faydalı oldu. Sağ olun, özünüzə yaxşı baxın.